Salam arkadaşlar, bugün təzə kanalımda özümü göstərib qəşəng videolar çəkəcəyim. İnşallah abunəçilərimiz çox olar. O birisi kanalımda da Ayxan Vəliyev kanalında da abunə olub like atmağı unutmayın və bu kanalda da abunə olub like atmağı unutmayın. O birisi kanalımda oyunlar gələcək. Burada isə belə videolar gələcək. İndi Brawl Stars kartlarımı tanıtacağım və məndə var yoxdur bunları deyəcəm və başlayaq. İlk başda Fang var. Bu mənim 3 hesabımdan ikisində yox. 4 hesabımdan ikisində var. Bunu qoyaq qırağa. Bu Colt'eydi də bu. Yox, neysə bu yoxdur məndə heç bir hesabımda, 4 hesabımda da yoxdur. Bibinin kostümü yoxdur. Amma bu kostüm də yaxşıdır, amma məndə olsaydı sevinərdim ki, yəni belə kostümü var, qəşəngdir. Amma yoxdur, özü var, amma 4 hesabımdan 2 dənəsində var. Bu heç bir hesabımda yoxdur və bunu çox istəyirəm mən. Buz heç bir hesabımda yoxdur. Ya da yoxdur. Heç bir hesabımda yoxdur. Amma yaxşı karakterdir. Prosto mən bundan çox yaxşı oynaya bilmirəm də. Yəni o qədər də yaxşı deyiləm. Amma bunu bir şeyini sevmirəm ki, elə gələ səhv atınsa, özünü qurtara bilmirsənsə, gedib ölürsən. Əgər ultini səhv atırsansa, gedib prama ölürsən. Ona görə də çox sevmirəm. Neysə, bunu da keçək. Rufus. Bunu çox istəyərəm, amma bir dəfə oynamışam, öz hesabımda yox. Təzə hesab almışdım, sonra qaytardım onu. Onda oynamışam. O da ki, çox yaxşı deyil də, yəni çox da süper deyil. Deyəsən gizemliydi karakter, ya da destansıdır. Efsanəvi deyil, onu bildim. Ya da ki, efsanəvidir. Neysə. Bunun da oynayışını çox sevmirəm. Onda 7 verərəm. Yenə buz çıxdı və buza belə puanlamamışdıq. Elə puanlayıb keçək. Onda 4. Bulun məndə özü var. 4 hesabımda da var. Ancaq bunun bu kostümü yoxdur. Amma buna oxşar bir dənə qəşəng kostümü var. Mən buna çox sevirəm də bulu. Yəni yaxşı o kostüm çıxandan sonra mən bulu çox sevirəm bulu. Mən bula onda mənim sevəcəyim kimi gözəl dəqiqə dağıldı. Mən bulu yəni çox sevirəm deyə bula onda 8 verəcəm. Sevməyim üçün. Oynayışına yox. Spike mənim Brawl Stars'a başlayandan ən sevdiyim karakterdir. Amma oynayışını bilmirdim də. Elə görünüşündən çox sevirdim. Oynayışını öyrənəndə dedim, ayda tam istədiyim kimidir. Və elə də çıxdı. Amma yoxdur məndə heç bir hesabımda. Mən buna onda 10 verirəm. Deyərsən bu Colt'dir. Ya da ki deyib bu dəqiqə. Bunun ikinci kostümü, üçüncü kostümü zaten. Mən bunu heç oynamamışam, heç. Yəni görünüşünə belə oyuna düşüb məncə oyunda mən qarşı oynayanda. Onda 7 deyək. PSG, yəni Parisin Şelisi. Çox sevmirəm Parisin Şelisini. Çünki heç aksesuarı demək pisdir də. Yəni Şelinin aksesuarı çox pisdir. Ona görə Şelini oynamaq çox pisdir də. Xoşum gəlmir. Amma bu paltardan, yəni bu setdən var məndə, amma bilmirəm neçə hesabımda. Mən buna onda 2 verirəm. Barbie mən onda 3 verirəm. Ancaq yaxşı oyuncudur da. Amma görünüşünə onda 3 verirəm və bu kostümü də çox sevmirəm də. Ender'dir özdə kostümü. Lazım deyil mənim üçün. Darlinin bu kostümünü heç sevmirəm. Onda 2 verib keçək. Bunu qoyaq qırağa. Emzin qəşəng kostümlərindən biridir və çox sevirəm bu kostümünü. Ancaq vuruşu çox pisdir, xoşuma gəlmir. Onda 8 deyək. Sprout'u çox sevirəm. Başqa işini deyə bilmərəm də, yəni bu qədər. Onda 8. 8 bitin bu kostümü
Mənim heç bir hesabımda olmayıb. Amma yaxşı kostyum oxşuyur. Onda 7. Bibinin bu kostyumu olmayıb. Onda 2. Yox. Onda 2 verirəm. Amma yəni yaxşıdır da. Heç bir hesabımda olmasa da yenə də yaxşıdır. Sizcə Bibi yoxsa 8 bit? Sizcə hansı daha yaxşıdır? Yorumlara yazmağı unutmayın. Zəhmət olmasa. Bunu da keçək. Dogun kostümü. Dogun kostümü yaxşıdır da, yəni bunu mən heç oynamamışam. Onda 8 keçək. Fangan bu kostümü oynamamışam, amma yaxşıya oxşuyur. Onda 2 verək, amma yenə də bilmirəm də. Marapının bu kostümü. Onda 3 verirəm. Çünki oynamamışam. Heç bir hesabımda da olmayıb. Sizdə varsa yorumlara yazın və necə oynadıqlarını. Əgər düzgün puan verirəmsə, sizcə fanga necə puan, bu fanga necə puan verməliyəm? Yorumlara yazın. Marapını da onda 2 verə keçər. Piper. Piper'in 3 hesabımda var. Çox sevirəm. Ancaq bu kostümü heç bir hesabımda olmayıb da. Amma yaxşıdır. Piper'ə oynayışına onda 7 verirəm. Bu Bea. Bea yaxşıdır. Ancaq vuruşundan xoşum gəlmir də. Nə eləsəz də bu Bea'nı sevən deyiləm. Onda 4. Mortis. Mortis'in özü. Yaxşıdır. Onda 5 verirəm. Və Barbie. Bayaq puanladıq. Onda 6, onda 8 vermişdim deyəsə. Nəysə, keçək. Videomuz bu qədər. Ancaq qardaşımın kanalına, arkadaşlarımın kanalına abunə olub like atmağı unutmayın. Qardaşımın kanalı adı Yusif Vəliyev deyib. O birisi arkadaşımın adı Ayna Qəndiyevadır YouTube'da. Biri də Nihat Qəndiyeva, Nihat 014 birləşik. Mənim 2 kanalıma da abunə olmağı unutmayın, like atmağı da unutmayın. Bir kanalımın adı budur, Ayxan XX-dir, 5 dənə X. Bir kanalımda adı nə? Ayxan Vəliyev. Sağ olun, videomuz bu qədər. Like atıb abunə olmağı unutmayın. Dediklərimin kanalına da abunə olun. Sağ olun.